Allah Teala bizə din göndərib, kitab göndərib, peyğəmbər, imam göndərib. Bunların hamısı diqqət eləsək insan üçündür və insanın həyatı üçündür. İnsanın həyatı gözəl olsun, xoşbəxt olsun, səadətə çatsın insan. Bunlara xidmət eləyir. Dinin bütün buyurduqları, hökmləri, şəriət hökmləri, əxlaqi göstərişlər, hamısı insanın həyatının gözəlləşməsinə xidmət eləyir. İnsanın dünya evinin abad olmasına xidmət eləyir. Dinin bütün təlimlərinə baxanda görərik ki, onlar hamısı insana ünvanlanıb. Təbiətə aid deyil, dağa, daşa aid deyil. Birbaşa insana aiddir bütün hökmlər. Quran-ı Kərim ki buyurur, ya eyyuhəl-ləzīnə amenu, ey iman gətirənlər, yəni insanlar, Adəm övladı, bəşər, nə hökm eləyəcəksə, nə göstəriş verəcəksə, hamısı insan üçündür, insana məxsusdur. Gərək biz bir qədər bu mövzu haqqında düşünək ki, insanın həyatına ümumiyyətlə dinin təsiri var, yoxsa ancaq axirəti üçündür, axirət həyatı üçündür. Əgər varsa, nə qədər var? İnsanın dünyəvi həyatına, yaşadığımız bu maddi həyatımıza ki, gündəlik biz həyat tərzi yaşayırıq, bu həyatımıza nə qədər təsiri var dinin? Mən dinə əməl etsəm nə olacaq? Mənim payım nədən ibarət olacaq? İnsan üçün, bax, bu maraqlı bir mövzudur. Və hər bir insan ki, dinə gələndə, əvvəldə elə bunu soruşur. Mənim dinə gələndə, dinə əməl eləyəndə payım nə olacaq? Xeyrim nə olacaq? Necə elə bir insana hansısa bir iş təklif edirsən, o dəqiqə soruşur ki, xeyrim nə olacaq? Ümumiyyətlə, dinin, insanın dünya həyatına xeyri var, yoxsa yoxdur? Bəzən danışanlar ancaq axirət həyatından danışırlar və insanlara elə çatdırırlar və insanlar da elə başa düşür ki, dinə əməl etməyin faydası, xeyri ancaq və ancaq axirətədir. Bu dünyada sənin işin ancaq işləməkdir. Bu dünyada sənin işin göstərişlərə əməl etməkdir. Faydasını inşallah öləndən sonra bərzəxdə və yaxud qiyamətdə cənnətdə görəcəksən. Sən namaz qıl, oruç tut, sənin üçün axirətdə Allah qıldığın namaza, tutduğun oruca əvəz olaraq filan cənnəti, filan qəsri, filan hurini vəd verir. Yaxşı, bəs insanın bu dünya həyatında necə? Ona görə də bir çox insanlar bu cür eşidəndə deyirlər ki, din ancaq nisyə danışır. Nağd bu dünya həyatı üçün heç nə demir. Ancaq elə bu işi görsən, axirətdə əvəzi falan olacaq. Ona görə də bu mövzu çox maraqlı bir mövzudur ki, dinin dünyəvi mənfəətləri, dindarlığın dünyəvi faydaları. Əvvəla bunu bilək ki, din istəklə, seçimlə, zövqlə deyil. Dinə əməl etmək vacibdir. Və biz dinə əməl etmək məcburiyyətindəyik. Bizim vəzifəmiz budur ki, dini öyrənək və ona əməl edək. Niyə görə? Niyə dinə əməl etmək vacibdir? Dinə əməl etməsəm olmaz? Xeyr, olmaz, gərək əməl eləyəsən. Dini bilməsəm, dini öyrənməsəm olmaz, xeyr, dini gərək öyrənəsən, biləsən. Din tibb elmi kimi deyil, dil elmi kimi deyil. Vacib deyil ki, insan başqa dilləri öyrənə. Öyrənsə yaxşıdır. Biraz da rahat yaşaya bilər, biraz da irəli gedə bilər, amma vacib deyil. Uzaqbaşı sən filan dili bilməyəcəksənsə, filan ölkəyə səfər eləyəndə tərcüməçi aparacaqsan. Sənə vacib deyil ki, tibb elmini öyrənəsən və onun göstərişlərinə əməl eləyəsən. Əgər birdən bir xəstəlik olsa, bir nəfər varsa, əgər o elmi bilən, ona müraciət edəcəksən, o da səni sağaldacaq. Din nə dil elmi kimidir,
nə tibb elmi kimidir. Din hamıya vacib olan bir məsələdir. Dini gərək hamı bilə. Belə deyil ki, məsələn, mənim boynuma qusul gəlibsə, mən onu bilməliyəm və mən ona əməl eləsəm, sənin boynundan götürülür. Yox. O sənin üçün də var, başqası üçün də var, hamı üçün var. Dini hökmləri, dini göstərişləri, əxlaqi dəyərləri gərək hamı bilə, əməl eləyə. Məsələn, başqa sahələr var, mən elə dillə tibbi misal çəkdim, hansısa bir sahə. Vacib deyil ki, hamı rəssam olsun, hamı bənna olsun, hamı maşın ustası olsun. Bir nəfər, 2 nəfər, 5 nəfər əgər bir cəmiyyətdə varsa, kifayət eləyir. Amma vacibdir ki, hamı dinini, şəriətini bilsin. Qur'anını, kitabını bilsin. Çünki bu hamıya nazil olub. İnsanlar arasında belə bir səhv düşüncə var. Məsələn, deyəndə ki, filan şey haramdır, deyir, mən molla deyiləm ki. Mən din xadimi deyiləm ki. Məsələn, filan şey vacibdir, o dəqiqə elə bilirlər ki, bu vacib ancaq din xadimlərinə vacibdir. Axundlara, mollalara vacibdir. Kim ki namaz qılır, ona vacibdir. Filan məsələn, donuz ətini yemək haramdır, donuz əti olan bir kalpasanı, sasiskanı yemək haramdır, o dəqiqə deyir ki, mən namaz qılan deyiləm ki. Haram haramdır, hamı üçün haramdır, harama gərək hamı riayət eləyə. Elə bilirlər ki, ancaq bir qrup insanlar var, dinlə məşğul olanlar, din ancaq onlara ünvanlanıb. Xeyr, belə bir şey yoxdur. Din hər bir kəsə ünvanlanıb, dinin hökmləri hər bir kəsin üzərinədir. Bizdə səhv təsəvvür var, elə bilirik ki, dinin hökmləri ancaq dindarlara aiddir, dinlə məşğul olanlara aiddir. Dinə əməl etmək hamının borcudur. Dini bilmək hamının borcudur. Niyə görə? Belə bir sual verilə bilər. Niyə görə? Çünki din həyati məsələdir. Din birbaşa insanın mənfəətinə, xeyrinə, ziyanına hesablanıb. Əgər buna əməl etsən, xeyir tapacaqsan, etməsən, uğursuzluğa düşəcəksən. Dinin işi insanın həyatınandır. Nə qədər insan həyatından kənar hansısa bir şeylərdən danış, insana ola bilər ki, maraqlı olmasın. Amma elə ki, insanın həyatından, xeyrinə, ziyanına bağlı danışacaqsan, o dəqiqə qulaq asacaqlar və maraqlı gələcək olar. Çünki bu mənim artıq birbaşa xeyrimlə, ziyanımla. Məsələn, Peyğəmbər insanlara gəlib risalətini aşkar eləyəndə nə buyurdu? Buyurdu, kim mən deyənlə oturub dursa, nicat tapacaq. Qulu la ilahə illəllah tuflihu. La ilahə illallah kim desə nicat tapacaq. Kim mən deyənə boyun əysə, mən deyənlə geçsə, xoşbəxt olacaq. Dinin sözü bu olub. Allah da insanın daxilində mənfəətpərəstlik hissi yaradıb. İnsan həmişə mənfəətinə qarşı qaçır, mənfəətinə doğru qaçır, ziyandan da qaçır. Allah insanı belə yaradıb. Heç kəs ziyana, zərərə sarı getməz və heç kəs də xeyrindən qaçmaz. Bilsə ki, orada 5 manat xeyri var, gedəcək. Səhər yuxusuna haram qatıb durub o işi görəcək. Nə var, bilir ki, mənim burada 5 manat xeyrim var. Bilsə, ehtimal versə hətta, yəqin bilməsə də, ehtimal versə ki, filan yerdə ziyan var, geçsəm xətərə düşərəm, təhlükə olar filan, getməyəcək. Allah insanı belə yaradıb. Və bu cür yaranan insana da din göndərib. Dinin sözü nədir? Dinin sözü budur ki, kim mənə əməl etsə, xeyir tapacaq. Olmasa, uğursuzluğa düşəcək, təhlükəyə düşəcək.